günləri Bakı İcra Hakimi Eldar Əzizov bildirib ki, 20 il ərzində Bakıya 200 milyard dollardan çox sərmayə qoydu. Bilmirəm, Eldar müəllim bunu anlayırmı, deyir, doğrudan bizlə məzələnirmi, ya da xalqda ümumiyyətlə anlayırmı, ümumiyyətlə 200 milyard dollar nə deməkdir? Sadəcə olaraq bunu deyim ki, əgər bunu fəxrlə deyirlərsə, bu böyük bir faciədir əslində. Bunun nə qədər böyük bir faciə, bunun nə qədər qıcıqlandırıcı bir hadisə olduğunu yəqin ki, anlamırlar. Bilirsiniz niyə? Çünki Azərbaycan kimi dövlətlərin ümumiyyətlə Azərbaycandan hətta 2 dəfə, 3 dəfə çox olan, böyük olan dövlətin inkişafı üçün 200 milyard dollar o qədər böyük bir rəqəmdir ki, o dövləti ciddi bir iqtisadi uçurmaya aparmaq olar, yəni qaldırmaq olar. Amma Eldar müəllim deyir ki, 200 milyard dollardan çox təkcə Bakıya qoymuşuq biz sərmayə. Yəni, əgər bunu insanlara o mənada demək istəyirlər ki, bəs fəxr eləyək, biz elə fikirləşək ki, cibimiz doludur. Amma yox, Eldar müəllim, bu günləri Bakının vəziyyətinə baxıldıqda zaten Bakıya nəyin qoyulub, nəyin qoyulmadığını görmək, sezmək çox asandır.